Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Heydər Əliyev Fondu hər il olduğu kimi bu il də dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib. Axşam Nüqtası xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Yeni il möcüzəsi adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də vətən uğrunda canlarından keçən şəhidlərimizin evlatları dəvət alıblar. Bayram ovqatı ilə bəzədilən Gülüstan sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb.